Arəstə xanıma da buradan salamlarımı, sevgilərimi çatdırıram. Çox gözəl xanımdır. Sualım olacaqdı o ilə qısa bir belə. Tanışdığınız necə olub? Hə, bu çox qəribədir. Çox maraqlıdır. Mikail Əliyev Vağzalın nəçənlidir. Mənim böyük dayım oğlunla bunlar dost idilər. Mənim dayım oğlu gedirdi bileti gələndə alırdı Mikail oğlunun da Pridvaritinin kassaların müdürü idi. Mən bunu görmüşdüm. Uzaqdan görmüşdüm. Ha, belə qapıdan görmüşdüm, maraqlanmışdım ki, bu kimdir görəm mənim? Bu dayım oğlu bunun yanına böyük hörmətlə, məhəbbətlə gəlir. Ha, gördüm, Mikail müəllim burada. Mikail müəllim burada. Dedi ki, Mikail müəllim, sənin qızına bu kömək eləyəcək, xaricə dedilər. Mən bunu gördüm, bir qəşəng qızdır. Çox. Dedim, səninlə məşğul olacağım. Bununla məşğul olmağa başladım İngilis dilindən. Deyimi çalıbsan, səninlə məşğul olacağım, yetişdirəcəm. Bir dənə bunun müəllimi var idi. Gördüm, bu qıza çox maraq göstərir. Qarabağdan idi. Mən elə elədim ki, tez işimi həll elədim. Ondan sonra belə oldu.